Xəzər dənizinin Azərbaycana mənsub ərazi sularının qanunsuz keçən şəxslər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzi məlumat yayıb. Məlumata görə, Dövlət Sərhəd Xidməti tərəfindən dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan Respublikası ərazisinə keçirilməsinin qarşısı alınıb. May ayının 29-da Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sahil nəzarəti bölmələri və sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində Xəzər dənizinin cənub istiqamətində ümumi çəkisi 24 kq 270 qram narkotik vasitə aşkar olunaraq götürülüb. Araşdırma zamanı sərhəd pozucularının İran İslam Respublikası vətəndaşları 1984-cü il təvəllüdlü Vahid Layığı Sudiyev, 1985-ci il təvəllüdlü Xalid Yazdani Nurullah və 1986-cı il təvəllüdlü Monşinejad Tohid Nəriman olduğu müəyyən edilib. Fakt üzrə əməliyyat istintaq tədbirləri davam etdirilir.